Sahil Babayev ona yaxınlaşan vətəndaşlara bunu dedi. Mən sizə fotonu göstərim və söhbətə başlayayım. Burada vətəndaş Sahil Babayeva yaxınlaşır. Maliyyə naziri Sahil Babayevin bir neçə gün bundan əvvəl Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar 1-ci Fəxri Xiyabanı ziyarəti zamanı sosial şəbəkələrdə paylaşılan görüntüləri maraqla qarşılanıb. Mən inanmıram maraqlı olsun. Yəqin ki, həm də çox narazı olanlar çox olub. Təbii ki, istinad edirəm bizim media. Bizim mediada istinad edib Qlobal Infoya. Nazir Xiyabandan ayrılıb, avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan biri ona yaxınlaşıb. Yəni göstərdimdə sizə vətəndaş Sahil Babayeva yaxınlaşıb. Baxın. Sahil Babayev ona nə deyib? Problemin həlli olmasını, yəni probleminin həll olunmasını istəyən vətəndaşı nazir yanındakı əməkdaşlara yönəldərək sözünüz varsa deyin, deyə bildirib. Sahil Babayev, hörmətli Sahil Babayev, hörmətli nazir və nazirimiz, olmazmı? O problemi özünüz eşidərdiniz. Uzağı sizə 5 dəqiqə vaxt lazım idi. Bu sizin onda sadəliyinizdən irəli gələrdi. Bu sizin onda insanlığınızdan irəli gələrdi. Humanistliyinizdən irəli gələrdi. Bu sizin xeyirxahlığınızdan irəli gələrdi. Niyə görə başqasına həvalə etdiniz? Elə bilsiniz başqası onun problemini həll edəcək. Siz onu yerindəcə həll edə bilərdiniz. Edin bunu, hörmətli məmurlar, hörmətli nazirlər, millət vəkillərimiz. Başqasına niyə həvalə etdiniz? Başqası onun problemini həll edəcək? Bilmirəm. Nə vaxt bu? Bunlar hər birisi yerində olacaq.